Səbr elə. Allah özü bilər neyniyər. Səndən güclü olan Allah o zərbəni ona vuracaq. Ona həvalə elə. Zərbəyə layiqçidir, sənin zərbən zəif olacaq. O bilir ki, hansı həddə olmalıdır, gücü də, qüdrəti də sonsuzdur. Deyir, qoy Allah bildiyini eləsin. Özü ortaya qatma, mənə tapşır, mən bilirəm necə rəftar edəcəm. Sənin gücündə deyil ümumiyyətlə. Cəza da istəsən sən o adama, sənə pislik eləyən adama, o mənim gücümdədir. Mənim hikmətimlə, mənim qüdrətimlə məsələ həll olunacaq. Sən özün ortaya girəndə bir nəticəyə çatmayacaqsan. Allaha nə qədər söykənsək, Allah həyatımızda lazım olanı eləyəcək. Əgər bizə bir pislik eləyən ağır cəzaya layiqdirsə, Allah deyir, mən bilirəm nəyə layiqdir və mən layiq olduğunu ona verə bilərəm o cəzanı. Deyir, səbr elə, özdə gözəl səbr. Bəzən biz səbr eləyirik, amma Allah kəssin o səbri. Səbr belə olmur.